Ötən həftə bizim üçün çox uğurlu keçdi. Söhbət ölkə xalından gedir. Sol altda gördüyünüz keçən həftənin nəticələrinə uyğun olan cədvəldir. İndi isə bu həftənin nəticələrinə qısa şəkildə toxunaq. Əvvəlcə bizdən üstə olan ölkələrin komandalarının nəticələrinə baxaq. İsrail bu mövsüm üst təmsilçisi ilə yoluna davam edir. Çempionlar Liqasındakı təmsilçiləri Sabahla qarşılaşan Hapoel Berşeva idi. 2-1 hesablı qələbədən sonra ölkə xalına 0,25 xal əlavə etdilər. Konferans Liqasında isə iki təmsilçiləri var idi. Maccabi Tel-Aviv səfərdə Luqanoya 2-1 hesabı ilə məğlub olub ölkə xalı qazandırmasa da, Hapoel Tel-Aviv səfərdə Atalanta ilə 0-0 bərabərliyi ilə ölkə xalına 0,125 xalda əlavə etdi. Sloveniyanın tək komandası qalıb. Çempionlar Liqasında mübarizə aparan Celje səfərdəki bərabərliyi ilə ölkə xalına 0,125 xal əlavə etdi. İndi isə keçək bizim təmsilçilərə. Sabah az öncə qeyd etdiyimiz kimi İsrail təmsilçisinə məğlub olaraq xal qazandırmasa da, gözlənilməsə də Qarabağ Hollandiyada Twente-ni 1-0 hesabı ilə məğlub edərək bu həftədə boş keçməyimizin qarşısını aldı. Ölkə xalına 0,25 xal qazandırdı. Slovakiyanın da Sloveniya kimi tək təmsilçisi qalıb və bayaq qeyd etdiyimiz kimi Celje ilə qarşılaşan Slovan Bratislavadır ki, bərabərliyi ilə onlar da ölkə xalına 0,25 xal əlavə ediblər. İndi isə hələlik son ölkəmizdən danışaq. Bolqarıstanın da Azərbaycan kimi iki təmsilçisi qalıb. Biri Çempionlar Liqasının play-off mərhələsində Levski Sofia Ayak Athena ilə bərabərliyi əldə edərək 0,125 xal qazandırarkən, CSKA Sofia bu dəfə Yunanistandan əli boş qayıtdı. Sofia 3-0 hesabı ilə məğlub oldular. Çox yaxşı bir fürsət var əlimizdə. Ümid edirəm ki, bu mövsüm Azərbaycan üçün çox uğurlu olar. Məsələn, Sabah gələn həftə rəqibini məğlub eləyərək liqa mərhələsinə vəsiqə qazansa, 1,5 bonus xalı ölkə xalına əlavə olunacaq və təbii ki, İsrail təmsilçisi də belə olan halda Çempionlar Liqasına getməyəcək və bizim birbaşa 23-cü pilləyə qədər yüksəlmə şansımız var. Bir şərtlə ki, Sloveniya təmsilçisi Celje'də Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazana bilməsin. Sıralamada gördüyünüz Ukraynanın isə tək təmsilçisi qalıb. Şaxtyor Donetsk Çempionlar Liqasının liqa mərhələsindən mübarizəyə qoşulacağı üçün təsnifatlarda hələ ki Ukrayna xal qazana bilmir.